dostlar, vətənini sevən oğullar, qızlar. Bugün biz yenə də igidərən şəhidlərimizdən birinin evindəyik. O igidərən şəhidlərdən biridir ki, məhz 30 ilə yaxın bir müddətdə vandal, vəhşi, tarixə sığmayan, qəddarlıqla öz adlarını təsdiqləyən, mənfur yaxud düşmən olan ermənilərin o ilgəz tapdaqları altında inildəyən torpaqları azad edilməsində, o torpaqların yenidən əzəli və əbədi sahibləri olan biz Azərbaycanlılara qaytarılmasında canını, qanını göz yummadan, göz qırpmadan fəda edən igidərən vətən oğullarından birinin evindəyik. Bizim igid vətən oğlu bugün Əliyev Salih Namiq oğludur. Bugün biz məhz Əliyev Salihimizin, Namiq oğlunun evinin ziyarətindəyik. Bunu qeyd edim ki, bizim Namiq oğlu Salihimiz əslən Füzuli rayonundan idi və hər zaman da evdə anaya, ataya öz ata-baba yurtları barəsində sual verərmiş, oralar barəsində maraqlanırmış və hətta zarafatla deyərmiş ki, görərsiniz, o yerlərə mən sizə aparacağım. Görün ki, həmin sözlər necə də öz təsdiqini tapdı. Bəs belə igidərən Salihin sözü öz əməli, öz şəhidliyində, öz vətən oğulluğunda öz təsdiqini tapdı. Və bu gün də mən burada tək öz adımdan deyil, artıq 30 ildir ki, öz fəaliyyətini, öz adını doğruldan bir ictimai təşkilatın şəhid ailələri əlində və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin adından, bu İctimai Birliyin İnsan Resursları Şöbəsinin müdürü, vətənpərvər şair, jurnalist, nazlı yazar olaraq burada bu igidimizin evinin ziyarətindəyik. Solmaz anamızın qonağıyıq. Artıq 6 ilə yaxın müddətdir ki, 6 ildir daha doğrusu ki, mən bu igid analarla, bəli, igid analarla, bəs bu igidlərə vətən sevgisini aşılayan igid analarla həm söhbətəm, onların dərdlərini az-çox şərik olmağa çalışmaqdayam. Bugün bizim elə bir vaxtımızdır ki, elə bir zamandır ki, biz əgər hər bir zaman bu igidərənlərimizdən danışmasaq, onları unutulmağa qoysaq, onları məktəblərdə və sair bir yerlərdə təbliğ etməsək, onlar haqqında deməsək, bizim üçün ayıb olar. Nədən ki, unudulduqca düşmən sanki bizim unudulmağımızdan bir fürsət kimi istifadə edib, yenə də bir vaxt Müzəmmət Başkomandanımız demişdi, quduz it kimi həqiqətən də bu öz təsdiqini olanın öz hərəkətlərində tapmaqdadır. Nə deyəsən, belə evlərə gələndə mən bayaq da vurguladığım kimi bizim İctimai Birliyimizin adından da gəlirəm. İctimai Birliyimizin sədri Tahir müəllimin, Tahir Məmmədovun və igid qazilərimizin, şəhidlərimizin, analarının, atalarının adından da, könüllərimizin də adından da sizə salamlarımı getirirəm, əzizim, Solmaz ana. Dedim ki, niyə dayılarımın oğul hissənişdə desən, dedi, yox, mən özüm alacağım o torpaqları, özüm də orada oranı işlədəcəm. Bir gün də məktəbdə 4-cü sınıfı qutaranda tədbir olurdu. Bu iftihar sesi qutardıqlarına görə buraxılış olurdu. Müəlliməsi də qonşudu, gecə xəbər göndərdi mənə ki, Salihə bir-iki dənə şəhid ad soyadı öyrət, bir də bayraq şeirini öyrət. Mən də ona bir-üç dənə şəhid adı soyadı öyrətmişdim. Əsas yadımda qalan Salat Nəskərova idi, bir də Çingiz Mustafa edirdi. Başqaları çox təəssüf yadımdan çıxıb kimlərin adı idi. Qayıtdı mənə dedi ki, ana, Salat Nəskərova qadın idi, onun cəbhədə nə işi var idi müharibədə. Dedim ki, o
müharibə getməmiş jurnalisti çəkilişdən gələndə onu deyirəm belə saqqallar olurdu, onlar vurmuşdular. Qayıtdı mənə dedi ki, şofer xam olub. Maşını bərkdən sürəyib, ona dəyməyəydi. Çölkənin dedilər. Sonra getdik tədbirə. Tədbirdə bunları soruşmadılar. Vaxt çatmadı. O səhnədən ağlaya-ağlaya düşdü. Gəldi yanıma, dedim evə gedək. Nə qədər mən onu dilə tutdum ki, yox, oturaq tədbirdə, süfrəsi açıblar. Yəni, hələ burada işlər var. Dedi, yox, mən qalmıram burada, mən gedirəm. Onun sübutu o şəkildir. Bir də bu şəkil. Müəlliməsi nə qədər eləyir, biz də nə qədər eləyir, o başını yuxarı qaldırmır. Gəldi evə. Sonra hətta mənə suallar verirdi, Qarabağ haqqında danış, orada necə olur, hamısını mənə danışam. O çox xoşdur ki, mən bütün ancaq Qarabağdan danışım da ona. Mən də çox böyük həvəslə danışırdım ona. Mən də çox böyük həvəslə ona Qarabağdan danışırdım, necə alındığından, necə qaçdıqlarından. Həvəslə dinləyirdi məni. Sonra gəldi 2020-ci ildə Toz döyüşlərindən sonra gedib qeydiyyatdan keçib. Dostlarıyla bir yerdə yığılıblar. Bizim generalımız Polat Həşimov şəhid olandan sonra deyib ki, bizim generalımızı vurublar. Bizim bu torpağımızda gəzməyə haqqımız yoxdur. Biz getməliyik. Bir dostları gəlib. O evin tək oğludur, anası da xəstə idi. Onu qoymayıb qeydiyyatdan keçməyə. Deyib ki, bizim arkada bir qardaşımız var, sənin yoxun. Sənə olmaz. Mən bunların hamısını şəhid olandan sonra danışıb dostları bilmişəm. Biz elə bilirdik ki, onu dövlət aparıb. Sən demə özü könüllü gedib yazılıb. Şəhid olmamışdan da əvvəl komandir orada soruşuyor, vaxta qədər niyə evlənməlisən deyib, Füzulini gözləyirdim. Mən toyumu Füzulidə eləyəcəm. Orada toy eləmədi, amma elə bir toy elədik səsi hər zaman gəlir. Salih çox xeyirxalq olanı. Hər cürə xeyirxalqlığa bacarırdı. İstir mənəvi, istir maddi. Axırıncı qəpiyini o kiməsə verən bir oğlu idi. Korona vaxtı 190 manat dövlət işçilərə pul verirdi. Bunda işi yox idi, işdən çıxmışdı. Bana da verirdilər o pulu. Bu pulun 90 manatını mənə verirdi. 100 manatını deyirdi ki, bizdən də pis əziyyət çəkənlər var. O dedi, mən işte qazanmamışam ki, ama o qədər imkansız adam var. 90 manat aparıb o kiməsə verir, 100 manat aparıb kiməsə verir. Mən onun qarşısında heç nə deyə bilmirdim. Əməllərinə çox xoşum gəlir. Sevinirdim, qürurlanırdım ki, belə bir xeyirxalq olsun. İstəyirdim ki, qoy xeyirxalq olsun. Adını doğrudan Salih, Əməli Salih, adı kimi əməli də Salih. Hər oğula öz adını doğrultmaq nəsib olmur, hər insan öz adını doğrulda bilmir. Necə bizim polatlarımız, necə bizim nəvilərimiz olub, onların da davamçıları elə bax belə salihlərimiz olubdur. Onlar da vətən uğrunda canlı fəda edən gidərənlərdən biri olublar. Və hər biri ziyarət edərkən siz artıq bizim izləyicilərimiz, əzizlərimiz bilirsiniz ki, hər biri ziyarət edərkən mən igid şəhidimiz haqqında bilirsiniz, sosial şəbəkələrdə onlar haqqında məlumatlar da olur, Wikipediyalar da olur və mən də əldə etdiyim məlumatları elə buradan digər məlumatları da mən sizinlə bölüşəcəm və igid şəhidimizin şəninə yazdığım şeiri də buradan sizinlə bölüşəcəm. Əliyev Salih Namiq oğlu. Hər dəfə bu igid ədəmlərin evlərini ziyarətə gələndə, yəni bu şəhid adına şəhid adı o qədər böyük bir hörmətə malikdir ki, hər birimizin bildiyimiz kimi, yəni bizim müqəddəs ali dini kitabımız olan, dini konstitusiyamız olan Quran-Kərimdə də bu öz əksini tapıb və bizlərə aşılır ki, şəhid o qədər uca məqamlı bir addır ki, hətta peyğəmbərlər belə onların şifasına gəlir, onları böyük hörmətlə qarşılayır. Yəni onların ruhları o qədər aydındır ki, onlar ruhlara da gəlirlər, onlar ruhlarda da tövsiyələrini verirlər. Hər dəfə də analara desək ki, çəkilişdən öncəki anam, qurbanın olun, başına dönün, ağlama.
ağlama, başına dönüm nə qədər desək də, yəni onların özündən asılı deyil. Düzdür ki, onlar igid oğulları ilə fəxarətlənirlər, ancaq neynəsin ki, ana ürəyi dözmür. Əzizim Solmaz ana, başına dönüm. Sizin evi ziyarət etmək bizim üçün fəxarətli bir haldır. Sizə qucaq dolusu salamlar gətirmişəm. Qazilərimiz adından, ictimai birliyimiz adından, sizi sevənlər adından, şəhidləri sevənlər adından qucaq dolusu böyük-böyük iri miqyaslı salamlar gətirmişəm. Kəşke belə olmayaydı, kəşke biz ayrı bir tədbirdə, ayrı bir məqamla görüşmüş olaydıq. Ancaq nə qədər nə ki desək ki, kəşke, amma nə yazılırsa onu görürük. Hoş gördük sizi, qurban olun. Hoş gördük. Çok sağ olun Aslı Hanım. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Gəlirsiniz, çəkirsiniz, tanıtdırırsınız, şulandırırsınız, var olursunuz. Sizin ictimai birliyə təşəkkür edirəm. Bütün əməkdaşlarınıza, başda Tahir müəllim olmaqla hər birinizə təşəkkür edirəm. Var olasınız. Mən könüllü şəhid Salih Əliyevin anası. Varamın demək bilərəm ki, ancaq Salihin mən gözəl işləri, gözəl əməlləri, bunlar mənim yadımda qalıb. Ancaq onlarla mən danışa bilərəm. Salih hərbiçi deyildi. Salih könüllü generalımız Polat Həşimov şəhid olandan sonra özü könüllü qeydiyyatdan keçib. 21 sentyabrda Salih yerə apardılar təlimatına. O mənə yoldan zəng vurdu, dedi, ana 3-4 günlük təlimə gedirik, qaydacıyıq. Dedim, inşallah. Dövlətdir, aparır getməlisin. Nəysə, müharibə başladı. Başlayan günü Salih mənə zəng vurdu. Dedi, xəbərim var, müharibə başlayıb. Dedim, hə, deyil. Dedi, narahat olma. Götür şükür deyil. Bizi heç aparmayacaqlar. Bizim 100 minlərlə ordumuz var. Biz nə bilirik, tank sürmürük, top ata bilmirik, bizi aparırlar. Amma sən nə məsarət gelib 26 sentyabrda elə Füzulidəymişdir. Axır şəhid olan 2-3 günə qədər mən bilmədim ki, o müharibədə. Mən elə bilirdim ki, hər dəfə mənə deyirdim, ötür şükürdəyim. Salih kiçik vaxtlarından vətənpərvər oğluydu. Danışıqlarından, söhbətlərindən başa düşürdüm, ancaq fikirləşim uşaq həvəsidir də, nəsə indi uşaqdır. Deyil, mən onu çox təəssüf hiss edirəm ki, mən onu ciddi almadım. Mən onu bir dəfə rəhləndirmədim, hər dəfə güldüm, lav elədim. Amma sonra indi peşman oldum ki, bunun içindəymiş. Bu cürünə bildirilmiş öz vətənpərvərliyinə. Bizim evdə bir kitab vardı. Birinci Qarabağ müharibəsinin şəhidimizdir, Kamandar. Kamandar adında bir şəhiddir. İndi kitab aparıqları bizdəydi. O Kiril dilində yazılmışdı. Salih həmişə deyirdi ki, işıqlar sönsün. Deyim, uşaqlar işıq sönəndə qorxur, niyə deyirsən? Deyirdi, sən iş görmək, gəl otur onu mənə baxasın. Fərərin o kitabı mən oxutdurum. Sonra da deyirdi ki, mən böyüyəndə kamandar olacağım. Gülürdü, deyirdim, hə, yaxşı. Deyirdi, kamandar olacağım, torpaqları alacağım. Sonra mən sualları verirdi. Deyirdi, ana, babamın orada nəyi var idi? Deyirdim, evi var idi, restoranı var idi. Deyirdi ki, ana, gedib torpaqları alacağım, restoran işlədəcəm. Deyirdi, niyə dayılarımla nə olur ki, sən restoran işlədəsən? Əliyev Salih Namiqoğlu 1992-ci ilin avqust ayının 18-də Bakı şəhəri Sabunçu rayonu 2-ci Zavrat qəsəbəsində anadan olub. 1998-ci ildə milli qəhrəman Elxan Misirxanov adına 71 sayılı orta məktəbə getmiş və həmin məktəbi 2007-ci ildə 9-cu sinifə qədər oxuduqdan sonra orada təhsilini bitirdikdən sonra Bakı İdarəetmə Kollecinə daxil olmuşdur. Oxumuş və daha sonra 2014-cü ildə həqiqi hərbi xidmətə yollanmışdır.
həqiqi hərbi xidmətini 2016-cı ildə başa vurduqdan sonra yenidən Bakıya qayıtdılar və burada müxtəlif vəzifələrdə çalışmış və bir digər yolla da həm ailəsinə, həm də vətəninə xidmət etməkdə olmuşdur. Əslən, Füzuli rayonundan olan igid şəhidimiz elinə, obasına bağlı, çox vətənpərvər, çox istiqamlı, dostcanlı bir igid olub həqiqi mənada. Necə deyim, o qədər bağlı olub ki, vətən həsrəti ilə ana gel, ata gel, nənələr, babalar nə qədər həsrətli yanıqlarla danışırsa, sanki anadan, atadan onun ruhuna, onun bütün varlığına çökmüşdü bu həsrət. Füzuli görməyən bir salih, bir əslən kökən Füzulidən olan bir evlad, sanki elə vətən övladı olduğuna bu sözlərdən, bu sözləri özünə bir yığcam edərək, bir qaymaq edərək vətən eşqi ilə döyülməyə başlayan ürəyi ilə elə vətən deyərək, vətən uğrunda canını fəda edəcəyini sanki əzəldən üzündə formalaşdırmışdı. Və bizim igid şəhidimiz, Səngər generalımız Polad Həşimov bəy anamız qeyd etdi, şəhadətə uğradıqdan sonra o özündə rahatlıq tapa bilməyib, könüllü olaraq hərbi çağırış xidmətinə gedərək vətən yolunda xidmət etməklə yazılmış və həmin vaxtdan da orada Pirişgildə öncə hazırlıq görüblər, hazırlıq işləri ilə onları müharibəyə sanki hazırlaşdırırlarmış, ancaq o dəmdəki 2020-ci ildə sentyabr ayının 27-sində müharibə başlayanda bu vətən hissi ilə önə getməkdən ötürü sanki bir vəfadar olaraq, vətən fədaisi olaraq çalışırmış ki, mən öndə gedəcəm. Hətta bayaq anamız çəkilişdən öncə də mənlə danışanda qeyd etdi ki, komandiri özünün danışdıqlarına rəğmən komandiri deyib ki, ana, düzdür ki, komandir mən idim, ancaq orada olan, xidmətdə olan oğlanlar, vətən övladları mənim sözümdən daha çox Salihin sözü ilə vətən uğrunda vuruşa getməkdə bir cəm olmuşdular. Bir cəm olmuşdular ki, yox, Salihin sözündəki ötkəmə, onda o mehribançılığı, o ünsiyyəti qurmaq tərzinə baxın ki, hər kəs onun kimi olmağa çalışır. Və nə yaxşı ki, bizim, necə deyim, belə evladlar olur. Kaş ki, onlar şəhid yox, elə yarı əzalı olaraq qayıdıb bir şahid kimi gələklər, ancaq məqamları uca şəhidlərin salih bahəm başlarına dönür. Bunların da qədəri bura qədər imiş. Və bilirsiniz, bizim igid şəhidlərimiz, bizim Ali Baş Komandamız, Cənab Prezidentimiz tərəfindən də müxtəlif medallara layiq görülmüşdür. Həmin medallardan biri də Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin 15-12-2020-ci il tarixli sərəncamına əsasən Salih Əliyevin vətən uğrunda medalı ilə 25-12-2020-ci ildə isə Xocavəndin azad olunmasına görə medalı ilə və eynisi ilə Füzulinin azad olunmasına görə medalları ilə təltif edilməsindən biridir ki, həmin medallarla da bizim igid salihimiz Ali Baş Komandan tərəfindən təltif olunmuşdur. Anası Solmaz xanım, atası Namiq bəy, qardaşı Tural bəy, bacısı Bəyaz xanım, igid salihimizin bizə əmanətləridir. Bütün şəhidlərimizin nurlu ruhları qarşısında dönə-dönə baş əydən və əziz anamız, mən yenə də gedirəm, kaş ki belə olmayaydı, kaş ki mən başqa bir məqamla gələrdim, bu evin qapısını açardım, ancaq bilirsiniz, mən artıq 6 ildir ki, sizin yanınızdayım, tədbirlərdə, igidlərimizə həsr olunan şeirləri ilə sizinlə həm söhbət oluram, sizin dərdinizə bir balaca da olsa həm dərd, həm şərik olmağa çalışıram.
Və bu gün də şəhidimizə Əliyev Salih Namiq oğluna ithaf etdiyim Vətən bayrağı idi. Köksündə sənin adlı şeirim də burada sizinlə həmin şeiri bir daha görüşəcəm. Müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, Qızıl Qələm mükafatı layiqli vətənpərvər şair Nazlı Yazar olaraq və bu şeiri oxumazdan, nəzərimizə çatdırmazdan öncə onu da qeyd edim ki, bizim Salihimizin belə bir yuxu görmüşdü ki, ana, bəlkə o haqda siz deyəsiniz, mən sonra şeiri deyim. Təzə şəhid olmuşdular. Gördüm ki, gəlib küçəylə, babası da zəhməti gedib. Gördüm babasından bir boz pencəyi var, onu giyinib gəlir. Amma belə böyükdür onlar, üstündən belə yaşlı bir reymen bağlayıb. Gələndə mənim də bunun acığım tutur, deyirəm ki, buna pencəkli giyinmişsən, bu sənin pencəyindir. Qayıdır mənə deyir ki, əlini belə salır bura yaxasına, belə futbolkanı çəkir. Futbolkanın başı da qırmızı rəngdədir. Qırmızıya boyanır. Bir də mavi rəngdir. Belə çıxardır, deyir ki, ana, görsən bunu. Bunu elə zülmlə tapıb giyirmişəm, üşüyürəm. Bunu bilirsən, mən də zülmlə tapıb giyirmişəm. Sonra mən dedilər ki, o mavi, qırmızı, yaşlı bayrağı deyirsən ki, yəni biz bu bayraq üçün canımızdan keçmişik. Canlarına keçdilər bayraq uğrunda, o bayrağı ucaltmaq üçün bütün əzablara, bütün cəfakeşliklərə dözdülər. İzninizlə həmin şeiri Vətən bayrağı idi. Köksündə sənin adlı şeirimi sizinlə bölüşürəm. Hələ uşaq ikən körpə qəlbində alışıb yanardı vətənin eşqi. Deyə bilmədin sən şeiri tədbirdə, şeirini deyirəm, vətəndir eşqi. Hərfçi olmaq arzun baş tutmasa da, zəfər tarixində adın var sənin, ümmanlı arzuya əl çatmasa da, ucalan bayraqda adın var sənin. Anan dərd fikirli bir yuxu gördü. Baba pencəli idi, əynində sənin, üç rəng libas, kəmərlə hörüldü, vətən bayrağı idi, köksündə sənin. Anacan, bilirsən bu bayraq üçün nə əzablar çəkdik, var olsun deyə. Biz soyub bilmədik, çovğun bilmədik, şirin candan keçdik, ucalsın deyə. Deyən igidlərim, Əliyev Salih, sən gəl generalım şəhid olan gün, niyyət kitabına yazdı bir talih, Polad qisasını alacam bir gün. Aldı o Poladın şəhid qisasın, aldı o yığılan ilin qisasın. Unutma Salih də igidlər adın, gənc nəsil keçəni qafaya yazın. Dəryaya sığmazdı onun arzusu, Füzuli torpağı onun güzgüsü. Toy etmək istədi o Füzulidə. Gülləyə tuş gəldi toyun güzgüsü. Salih öz adını doğruldan idi, yalan gəlməzdi heç onun dilinə. Ataya hayan ol anacan deyib, o vəsiyyət etdi solmaz gülünə. Solmaz anam tuzun, sən solmaz gülü, Qarabağın əlvan xarı bülbülü, təkcə onun deyil, sən bu şairin, Nazlı Yazar şeirinin solmaz gülü. Atan Nərnamid də, solmaz ana da, dost tanışların sənlə fəxr edir. Salih şəhid adlı uca məqamda baş tacımızdır, o qürurdur deyir. Baş tacımızdır o, qürurdur deyir. Gözəl anam, bu şeiri sizin dediyiniz sözlərlə, sizin xatirələrin əsasına köklənərək yazdım. Ümid edirəm ki, bu şeirim ürəyinizcən oldu. Az da olsa ürəyinizi bir su səpə bildim. Çox sağ olun. Teşekkür ederim. Kalbiniz həmişə yazar olsun. Sağ olun. Zihniniz həmişə açıq olsun. Çox duygulandırdınız məni. Allah sizə kömək olsun. Antildir sizlər də bizlərlə bir yerdə addımlayırsınız, bizlərlə bir yerdə ağlayırsınız, bir yerdə gülürsünüz.
Allah sizlərə kömək olsun. Allah canınıza sağlıq versin. Sizin kimi dəyər verən vətən oğullarına, qızlarına təşəkkür edirəm. Var olasınız. Şəhidlərimizi yada salanlara, şəhid ailələrini yada salanlara, dəyər verənlərə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizin ruhu şad olsun. Amin. Qazilərimizə Allahdan can sağlığı arzu edirəm. Veteranlarımıza can sağlığı arzu edirəm. Əskər zabitlərimizi Allah qorusun. Amin. Xalqımızı, dövlətimizi, millətimizi Allah qorusun. Amin. Bayrağımız həmişə uzalarda dalğalansın. Həmişə dövlətimizin, xalqımızın başı uca olsun. Mən Salihin anası olduğumdan fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Belə bir oğlunun anasıyam. Çünki o 30 illik həsrətimizə son qoyan oğullardandır. 30 illik alnımızda olan ləkəni silən oğullardandır. 30 ildir həsrət qaldığımız ata-baba yurdumuza bugün onların sayəsində biz gedə bilirik, ziyarət edə bilirik. Ruhları şad olsun. Bəli, ruhları şad olsun. Ailələrinə səbir versin. Amin Allah. Allah şəhidlərimizin evlatlarını sağ-salamat böyütsün, xoşbəxt olsunlar. Onların da ruhu şad olsun. Ata-anasına, qardaş-bacılarına, xanımlarına da Allah səbir versin. Amin Allah. Əziz izləyicilərimiz, nə deyə bilərik? Hər zaman şəhidlərimizin evlərini ziyarət etmək bizim üçün nə qədər qürurverici hal olsa da düzdür, anaların belə görürsünüz ki, bax bu əsl igid anamızın sözüdür ki, yəni mən fəxr edirəm ki, belə igidimizin anasıyam, belə oğulla fərəhlənməyə dəyər. Necə ki demişdi ki, ora sizi mən aparacam, özü belə cismən gedə bilməsə də ruhən anasının, atasının yanında onlarla birgə həmin o Füzuli torpağını, bütün Qarabağ bölgəsini ziyarət etdi. Bütün qarış-qarış gəzdikcə özlərinin gözünə görünsə də, görünməsə də məhz onun ruhu əlbəttə ki, ananın, atanın yanında həmin torpaqları ziyarət etməkdəydi. Nə deyim, bayrağımız daim ucalardan uca dalğalansın. Bu şanlı, bu fəxarətli üç rəngli, ay ulduzlu bayrağımız uğrunda canları fəda edən, şəhidliyə yüksələn, fərq etməz, tarixin ta o başından bu başına dək canlarını fəda edən, şəhidliyə yüksələn bütün şəhidlərimizin nurlu ruhları qarşısında baş əyən və hər zaman da qeyd etməyə özümə borc bilirəm ki, biz əgər bugün bu gözəl vətənimizin, gözəl anamızın, gözəl məmləkətimizin vətən torpaqlarında şəqraq addımlayırıqsa, aydın səmada nəfəs alırıqsa, məhz bu igidlərimizin onun dəmir yumruğu ətrafında sıx birləşərək zəfərə səslədiyi alicənab baş komandamızına və onun müzəffər ordusuna, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza hər birimiz bir can borcluyuq. Bundan belə vətənimizin üzü gülsün, vətənimizin çöhrəsi daim şən olsun, üstündə heç vaxt qara buludlar olmasın, gələcək nəsillərimiz xoş günlər calansın, günləri ancaq igid edənlərimizi unutmamaq şərti ilə. Allah'ım, rəhm elə bu millətə sən, bayrağa bükülüb şəhid gəlməsin, analar saçların yolub yerlərə vay bala deyərək fəğam etməsin. Əzizlərimiz, bugün biz igid şəhidlərimizdən birinin Əliyev Salih Namiq oğlunun ev ziyarətindəydik.